Hello oyun arkadaşlar. Bugünkü videomuzda Play Market yani Gmail necə açılır indi onu göstereceğim dostlar. Play Market niye Gmail deyirəm? Çünkü demək olar ki eyni şeydir ikisi də. Yəni Play Market Gmail açanda avtomatik olarak sizin Play Marketdə açılmış olur. Yəni Play Marketin əlavə nəsə eləməyə ehtiyac yoxdur. Sadəcə Gmail açırsınız və onunla da Play Marketiniz açılır. İndi gəlin sizə ən asan qaydada Play Marketin açılma qaydasını göstərim dostlar. İlk öncə videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın ki belə videolar yüklendikçe kaçırmayasınız. Neyse videomu çok uzatmıram. Keçək videomuza Gmail açma qaydası. Gmail açırıq və ardından da avtomatik olarak Play Market açılır. İlk önce telefon ayarlarına daxil oluruq, aşağı düşürük. Aşağı düşdükten sonra burada Google var, yuxarıda hesablar və yedekləmə var. Bu bütün telefonlarda var. Yani hesablar var. Bütün telefonlara ait. Yani Samsung, Redmi, bildiğiniz yani Android telefonlarına aittir. iPhone'lara yox. iPhone'larda Apple Store açılır. Növbəti videomuzda da Apple Store necə açılır onu göstereceğim. Deməli, ayarlara gəldikdən sonra dostlar, burada gördüğünüz kimi hesablar və Google var. Google'a yox, hesablar bölməsinə klikləyirik. Burada nə edirik? Hesabları yönet var. Bunun üstünə yenə klik edirik. Yenə də deyirəm, demək olar bütün telefonlarda hamısı. Bu mənim Gmail'lərimdir. Gördüğünüz kimi fərqli Gmail'lərim var. Və aşağıda hesab ekle var. Sizdə də belə bir bölmə gələcək. Hesab ekle. Bunun üstünə klikləyirik. Burada gördüğünüz gibi fərqli belə şeyler var. İndi burada ne edirik? Burada Google sözü var. Sizdə də olmalıdır. Bu Google sözünün üstünə belə klikləyirik. Google'u tapıb. Və burada bir qədər gözləyirik. Bunu Play Market'in özündən də eləmək olur. Buradan daha asan olduğu üçün mən buradan göstereceğim. Burada bizdə kod istəyir. Yəni telefonun şifrəsini istəyir. Sizdə şifrə varsa istəyir, yoxsa istəmir. Yəni əlavə şifrə yazmağa ehtiyac yoxdur dostlar. Burada belə bir pəncərə gəldi. Burada nə edirik? Deyir ki Gmail'iniz var mı? Yani sizin hazır Gmail'iniz varsa buraya yazıp daxil ola bilərsiniz. Yoxdursa əgər yeni hesab açmaq istəyirsinizsə burada yeni hesab oluştur var. Bunun üstünə klikləyirik. Burada kişisel kullanım için bölməsini seçirik. Bunu mütləq seçməliyik çünki o birini seçməyək. Biraz problem olur o birini seçəndə yəni. Burada bizdən ad və familiya istəyir. Buradan özümüzdən bir ad təyin edirik. Misal üçün mən yazıram atıram. Əhməd. Siz özünüzün adını mütləq qeyd edin. Çünki fake hesab açanda sabah bir üçün problem olur. Özünüzə açarsınızsa öz adınızı açın. Yəni kimin telefonusa həmin adamın öz adını açsanız daha yaxşı olar. Gələcəkdə yazaq. Əhməd, məsəl üçün Əhmədov yazaq. Əhmədov. İrəli veririk dostlar. Gün, ay, il, tarixi yazır. Burada mütləq ay, il, doğum tarixini düzgün qeyd edin. Eləmə edə bilərsiniz. Əgər orijinal səhifə açırsınızsa mütləq doğum tarixini də düzgün qeyd edin. Mən atıram misal üçün 89. Burada kişi qadın deyir. Misal üçün erkək deyirik. Və buradan sonraki veririk. Öz adınızı açsınız. Burada avtomatik olaraq belə bir şeylər gəlir. Burada belə bir şeylər deyir. Siz de bunu seçə bilərsiniz. Yox, bunlarla razılaşmısınızsa buradan misal üçün yaza bilərsiniz. Əhmədov. Belə bir şey yazır. Dalına misal üçün 89 yaza bilərsiniz təvəllüddə. Elə yazın ki yadınızda qalsın. Bu Gmail açdıqda sizin bütün şəkilləriniz, nömrələriniz, telefon nömrələri, yəni videolar hamısı gəlir Gmail-ə düşür. Çalışın orijinal səhifə açın. Yəni fake səhifə açıb sabahlarım unudanda içindəki şəkillər, nömrələr hamısı gedəcək. Ona görə deyirəm ki, orijinal səhifə açın və səhifəni mümkün qədər yadda saxlamağa çalışın. Bir yerə qeyd edin. Dəftərəmi hər hansısa bir yerə qeyd edin ki, itməsin. Sabah bütün şəkilləri axtaranda həmin Gmail yazıb şəkilləri geri qaytara və yaxud da kontaktları geri qaytara bilərsiniz dostlar. Burada nə edirik? Sonra veririk və deyir ki, bunu biz qəbul eləmirik. Bunu buradan yenə silirik. Əgər sizdə də yaza bilər. İndi onu qəbul elədik. Yenə sonraki deyirik. Görürsünüz, yenə qəbul eləmədi. Deyir ki, başqa bir şey. 89. Məsələn, belə rəqəmləri yazırıq. Yenə irəli veririk. Və bunu da qəbul eləmir. Niyə? Deyir ki, belə şeyləri biz qəbul eləmirik. Əhməd, yenə belə bir şey yazırıq. Yenə bunu qəbul eləmədi. Misal üçün, Əhməd.89 qoyuruq. Yenə də bunu qəbul etmədi. Sizdə də belə bir şeylər yaza bilər. 1, 2, 3, 4 qoya bilərik. Bunu qəbul elədi mi? Görək. Yox, bunu da qəbul eləmədi. Dalından ağımıza gələn bir şey eləyək. Deyir ki, bunlardan birini seçməlisən. Sizdə də belə bir şey gəlsə, mütləq bunlardan birini seçin. Çünki
mənim özüm yazdıqlarını qeyd elədiklərimi eləmədi, qəbul eləmədi. Sizə də eləməyə bilər. Deyirik bu ikisindən birini seçməlisən deyib, belə bizə şey qoydu. Nəysə, irəli davam edirik. İkisindən birini seçib burada şifrə təyin edirik. O bayaqki problem olmağı yaxşı oldu, çünki sizin də başınıza gələ bilər. Görsəniz ki, alınmır, hər ikisindən birini seçin və irəli verin. Buradan özümüzə bir şifrə təyin edirik. Şifrə də ola bilər rəqəm, hərf. Məsəl üçün Əhməd, məsəl üçün 89 və yaxud da 1989. Familiya və deyək ki, təvəllüdü. İrəli veririk. Bir qədər gözləyirik burada. Deyir ki, bu da olmaz deyir. Onda belə bir şey eləyək. Misal üçün, belə bir şey eləyə bilərik. Misal üçün, misal üçün, Əhməd 1989. Misal üçün, belə bir şey eləyə bilərik. İrəli verdik. Əhməd 1989. Bunu qəbul elədi. Bayaqkini də qəbul eləməməyinin səbəbi, onu da deyim dostlar, hərfi yazmışdıq biz. Ona görə bayaqçı mailimizi qəbul eləmədi. Onu da deyim. Yəni Azərbaycan əlifbasındakı hərfləri qəbul eləmir. İngilis əlifbasında eynən yazırıq və burada belə bir pas gəldi. Bunun ad boy verdik və buradan telefonunuz doğrulayın deyir. Bunu irəli veririk. Bizdən doğrulama istədi. Bir neçə saniyə gözləyirik. Burada nə doğrulama istəyir? Belə yazanda sizin də başınıza gələ bilər. Ona görə siz də bu yerlərdə diqqətli olun. Əgər sizdə nömrə istəsə, həmin telefonda Gmail açmayın. Başqa bir telefonda Gmail açın. Evinizdəki hər hansısa bir bacınızın, qardaşınızın, atanızın, ananızın telefonda açın və oradan şifrəni və Gmail'in hesabını götürüb öz telefonunuza yazın. Əgər sizdə nömrə istəsə, bəzi telefonlarda nömrə istəyir dostlar. Nömrə istəsə, həmin telefonda Gmail aça bilməz. Çünki bizdə Gmail hesabına Azərbaycan nömrəsi yazında təsdiqləmə kodu gəlmir, onu deyim. Cavabında sizdə irəli verəndə telefon nömrəsi istəsə, orada açmalısınız. Ondan ötürü nə eləməlisiniz? Ondan ötürü də dostlar, başqa bir telefonda Gmail açın. Həmin Gmail'də yenə öz telefonunuza yazın. Və artıq Gmail'imiz hazırdır. Buradan baxaq. Bu da bizim Gmail'imizdir. Və belə. Hazır dostlar. Əgər nəsə başa düşə bilməsəz, yenə də aşağıda şərh bölməsinə yazmağı mənə müraciət edin. Mən də sizə köməklik göstərə bilərəm. Bu qədər sadə. Videonun faydalı olsa bəyənib, takip etməyi unutmayın. Sağ olun. Salamat qalın. Növbəti videolarda görüşək dostlar.